أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، والصلاة والسلام على سيدنا حبيب قلوبنا شفيع ذنوبنا أبي القاسم محمد وعلى آله الطيبين الطاهرين المعصومين المكرمين. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. قال الله تعالى في محكم كتابه: من المؤمنين رجال صدقوا ما عاهدوا الله عليه ومنهم من قضى نحبه ومنهم من ينتظر ولا بدلوا تبديلا. آمنا بالله وما بدلوا تبديلا. آمنا بالله وصدق الله العلي العظيم. Allah Teala Kur'an-ı Kerim'de buyurur: Müminler içerisinde elə kişiler var ki, Allah'la bağladıkları əhdə sadiqdirlər. Onlardan bəziləri canını tapşırıb bu yolda canını qurban vermiş, bəziləri isə həmin günü gözləyir. Və mə bəddəlu təbdilə. Onlar bu əhdə heç bir şey dəyişməyiblər. Artıq biz bu gecə həmin sadiqlərin, Allahla bağladıkları əhdə sadiq olanların 6-cı günün məclisindəyik. Allah Teala bu əzadarlığınızı hamımızdan ali dərəcədə qəbul eləsin inşallah. Bura ki gəlirik, burada İmam Hüseyin Əleyhisselamın əzadarlıq eləyirik. Əzanın sahibi, zamanənin sultanı Həzrəti Məhdi Accalallahu Teala Fərəcəh-i Şərif bütün təsliyyətimizi, bütün başsağlığımızı o Həzrətə bildiririk. Allah Teala bu əməlləri inşallah əməl dəftərimizdə qeyd etsin. Bir neçə məqamı nəzərinizə çatdırım, ondan sonra inşallah mövzumuza başlayacağıq. Burada hər bir kəs bir yolla xidmətə gəlirdi. Demişik ki, biz də İmam Hüseyin Əleyhisselama bənzəyə bilək. Çünki Həzrət Hüseyin Əleyhisselam bəşəriyyətə xidmət edibdi, insaniyyətə xidmət edibdi. Hər kəs bir cür xidmətdədir burada. Xidmətçi qardaşlarımız ki, bəzən bizlərə yönəldilər ki, məsələn, burada əyləşin və ya qabağa keçin falan edin. Bunlara qarşı inşallah nəzakətlə cavab verək. Xidmətçilərdən də eyni zamanda tələb olunan budur ki, nəzakətlə müraciət etsinlər və biz də inşallah onların sözünə nəzakətlə cavab verib əməl eləyək. İkinci bir məsələ budur ki, biz gəlmişik bura əzadarlıq eləməyə, İmam Hüseyin Əleyhisselama hüzünlənirik, kədərlənirik, göz yaşı tökürük. Əzadarlığın batini budur ki, bizim ruhumuz İmam Hüseyin Əleyhisselamın ruhu ilə vəhdət tutabilsin. Əgər bizim ruhumuz İmam Hüseyin Əleyhisselamın ruhu ilə vəhdət tapa bilməsə, bu zahiri, batinsiz, xuzu və xuşusuz bir namaz kimi bir ibadətə bənzər. İmam Hüseyin Əleyhisselamın ruhu ilə vəhdət tapmaq nədir? İmam Hüseyin Əleyhisselamı gəlmişik bizə dərk eləyək. Ondakı o gözəl, ali, ilahi xüsusiyyətləri öyrənib biz də mənimsəyək və Həzrət Hüseyin Əleyhisselamın özü kimi ola bilməsək də yanındakı səhabələrinə heç olmasa bənzəyə bilək. Allah Teala sizləri, bizləri bu yolda inşallah müvəffəq eyləsin. Bəşər xəlq olunandan ta bugünə kimi haqla batil mübarizəsi deyilən bir mübarizə içərisindədir. Haqla batilin mübarizəsi bəşərin həyatı ilə başlayır. Allah Teala Adəm Əleyhisselamı xəlq etdi, adları onu öyrətdi, mələklərə təqdim etdi, mələklər bilmədi, Adəm onlara öyrətdi. Sonra nə etdi? Əmr etdi mələklərə.
səcdə edin Adəmə. Fəsəcədu illə iblis əba və istəkbərə və kənə minəl kafirin. Hamısı səcdə etdilər. İblis qəbul etmədi, təkəbbürlük göstərdi və kafirlərdən idi. İlk mübarizə başladı o aləmdən. Sonra Allah Teala buyurdu ki, ehbitu iləl ard, yerə enin, bir-birinizə düşmən kəsilərək. Bu mübarizə gəldi, yerdə davam elədi. Mübarizənin təmsil edən şəxslər fərqləndi. Əgər haqqı təmsil edən Adəm əleyhissalam, oğlu Habil əleyhissalam, Nuh peyğəmbər, İbrahim peyğəmbər, Musa əleyhissalam, Həzrəti İsa əleyhissalam və Həzrəti Muhammed sallallahu aleyhi və səlləm və pak imamlarımız, Əhl-i Beyt imamlarıdır. Eyni zamanda iblis xəttini təmsil edən Qabillər, Əmrudlar, Şəddadlar, Firunlar, Əbu Ləhəblər, Əbu Cəhillərdir. Ki, bu yolda davam etməkdədir ki, Muaviyə, Yezid və xüsusiyyəti o yolu gedənlər. Bu daimi bir mübarizədir. Və Allah Teala peyğəmbərləri ilə risalətlər, dinlər göndərdi ki, bizə əzəli və əbədi olan bu mübarizədə bizi haqqa yönəltsinlər, haqqa hidayət etsinlər. Bir dəstə insanlar o ilahi dinlərə iman gətirdilər, onu müdafiə etdilər. Bir dəstə insanlar ona qarşı çıxdılar, düşmənçilik etdilər. Bir dəstə də insanlar zahirdə özlərini inancılı göstərdilər, batində isə daxildən ona qarşı savaş açmağa başladılar. Tövratı, İncili, Zəburu kimlər təhrif etdi sizcə? İnancılılar mı təhrif etdi, yoxsa kafirlər mi təhrif etdi? Ateistlər mi təhrif etdi? Şübhəsiz ki, təhrif edənlər din libasına bürünmüş həmin riyakarlar, münafiqlər idi. Din içində din yaratdılar. Dini dinlə vurdular. Həzrəti Musa əleyhissalam Fironun haqqa dəvət etdikdə, Allaha dəvət etdikdə, ilahi dəyərlərə dəvət etdikdə, bilirsiniz Firon nə dedi? Allah Quran-ı Kərimdə bu cür buyurur. Və qalə Firavun zərruni əqtulu Musa. Qoyun mən bu Musanı öldürüm. İnni əxafu ən yubəddilə dinəkum əv ən yuzhirə fil ardil fəsəd. Mən qorxuram ki, sizin dininizi dəyişər və ya yer üzərində fəsad törədər. Firon insanların dininin sanki qeydinə qalıb. Deyir, mən qorxuram ki, sizin dininizi dəyişəcək. Həzrəti Musa din gətirib. Allah tərəfindən səmavi bir din gətirib. Buna qarşı çıxan Firon hansı vasitəyə əl atır? Din adı ilə Musanın dinin vurmaq istəyir. O Firon ki, o qədər təkəbbür etdi ki, dedi, ənə rabbukumul a'lə, sizin ən böyük Rəbbiniz mənəm. Bütün dinlər bu zümrədən əziyyət çəkib. Təəssüflər olsun ki, İslam dini də bu xətərdən, bu təhlükədən sığortalana bilməyibdi. Münafiqlik təhlükəsi, nifaq təhlükəsi. Bəqara surəsinə baxın, Bəqara surəsinin əvvəlində Allah Teala 3 zümrədən bəhs eləyir. Əvvəlcə möminlərdən bəhs eləyir. Əlif, Ləm, Mim, Zəlikəl kitabu la raybə fih, hudən lil muttaqin, əlləzinə yu'minunə bil qeyb. O kəslər ki, qeybə iman gətirənlər, namaz qılarlar, onlara verdiyimiz ruzilərdən verərlər. O kəslər ki, ya Rasulallah, sənə və səndən öncəkilərə nazil olanlara iman gətiriblər, ahirətə yəqinləri var. Sonra ayə dəyişir, ikinci bir dəstədən danışır. İnnellezine kəfəru səvaun aleyhim ənzərtəhum əm ləm tunziruhum fəhum la yu'minun. Küfr edənləri istərsən xəbərdarlıq et, onları dəvət et, istər etməyən onlar iman gətirməyəcəklər. Sonra ayə üçüncü bir dəstədən bizə danışır. Bu buyurur ki, وَمِنَ النَّاسِ مَنْ يَقُولَ آمَنَّ بِاللَّهِ. İnsanlar içərisində eləsə də var ki, deyirlər, biz Allaha iman gətirdik. Ahirət gününə iman gətirdik. وَمَا هُمْ بِمُؤْمِنِينَ. Onlar mömin deyirlər. Onlar Allahı və iman gətirənləri aldatmaq istəyirlər, amma yalnız özlərini aldadırlar. Lakin bunu bilmirlər.
fi qulubihim marad fezadahumullahu maradan. Onların qəlblərində mərəz var, xəstəlik var. Allah da onların xəstəliklərini artırdı. 3 dəstədən bəhs eləyir. İnananlar, inanmayıb küfr edənlər və münafiqlər, aldatmaq istəyənlər, inancıları. Əvvəla bu bir haşiyə çıxıb bunu demək istəyirəm ki, dinimiz insanların bölgülər ki var, məsələn, insanlar görürsən, danışdığı dilə görə bölünür, milliyyətinə görə bölünür, irqinə görə bölünür, coğrafi ərazisinə görə bölünür. Biri məsələn, Avropoid, öbürüsü Negroid deyirlər, birini Mongoloid deyirlər, biri Asiyalıdır, biri Avropalıdır, birini Afrikalı deyirlər. Biri məsələn filan millətdir, biri filan millət. İslam bu bölgüləri deyil, bu bölgüləri qəbul etmir. Dinimiz bu bölgünü qəbul edir. Ki bölgünün əsası haqqa inancdır, haqqa inanmaqdır, həqiqətə inanmaqdır. Həqiqət nədir? Həqiqət Allah-u Teala'dır. Bölgünün əsası Allah'a inanc dayanır. Allah'a inananlar möminlər. Allah'a inanmayanlar, həqiqətə qarşı çıxanlar kafirlər. Küfür nədir? Haqqın üzərini örtməkdir, pərdə çəkməkdir. Və bu ikisinin arasında zahirdə özünü iman, mömin kimi göstərib, amma batində küfrü gizlədən münafiqlər. Ki münafiqlərin İslam üçün təhlükəsi o qədər böyük olub ki, Allah Teala onlar üçün bir çox ayələrdə bəhs etməklə yanaşı ayrıca bir surədə də münafiqlər barəsində nazil olubdur. Çünki küfür özünü göstərir, özünü təqdim eləyir. Onunla danışmaq, onunla mübahisə etmək, mübarizə aparmaq asandır. Amma nifaq, münafiqlər gizli olduqları üçün həmişə dinə onlardan zərbə gəlibdir. Bunların içərisində bir dəstədə olub ki, bunlar ki, özlərini din geyimində təqdim eləyirlər, din libasında özlərini təqdim eləyirlər, amma əslində ki, dini inkar eləyirlər. Sonraki mərhələlərdə baxırıq, görürük ki, bəziləri öz havai nəfslərinə uyğun olaraq din formalaşdırıblar, din düşüncəsi yaradıblar və bunu din hesab eləyiblər. Bu da din müqabilində, haqq din müqabilində yaranmış bir dindir. Quran-ı Kerimdə Allah Teala buyurur: "Əfərəeytəl-ləzi ittəxədə iləhəhu həvah." Öz havai nəfsini ilah seçəni gördünmü? Bəzilərin dinləri havai nəfslərinə uyğun olan bir dindir, həqiqi bir din deyil. Və təəssüflər olsun ki, Həzrət Rasulullah sallallahu aleyhi və səlləm bu dünyadan köç etdikdən sonra bu cür insanlar meydana çıxdılar. Nə baş verdi Peyğəmbərin vəfatından sonra? Niyə Peyğəmbər ümməti o səviyyəyə gəlib çıxdı ki, öz Peyğəmbərinin qızının övladını, Peyğəmbərin nəvəsini amansızcasına qətlə yetirdi və Kərbala deyilən bir faciəni ümmət İslam'a yaşatdı. Bu ümmət nədən gəldi bu hala gəldi çatdı? Halbuki bu ümməti Quran-ı Kerimdə Allah təriflədiyi bir ümmət idi. Kuntum xeyrə ümmətin uxricət linnəs. Allah buyurdu ki, Quranda siz insanlar içərisində üzə çıxmış ən xeyirli ümmətsiniz. Bu xeyirli ümmət necə olur ki, öz Peyğəmbərinin nəvəsini qətlə yetirir? Bunun səbəbləri var, yaxın səbəblər var, bir də ən aşağı qatda olan səbəblər var. İstəyirəm bugün həmin o aşağı qatda olan səbəblər barəsində danışaq. Ki, ən aşağı qatda olan səbəblər nədir? Peyğəmbər bu dünyadan köç etdikdən sonra 3 şey qoyub getdi. Bir dövlət qoyub getdi, bir ümmət qoyub getdi, bir də müsəlman toplum qoyub getdi. Biz bir-bir bunları itirdik. Ümməti də itirdik və ən sonda mömin toplumu, mömin cəmiyyəti də itirdik. Müsəlmanlar formanı qoruyub saxladılar. Forma qorundu. Amma məna getdi, məna itdi. Həmin o öz havai nəfslərinə uyğun olaraq din yaşayanlar bu dini havai nəfslərinə uyğun olaraq təhrif etdilər.
Forma qaldı həmin formadır. Amma məzmunu dəyişdilər. Məzmun bunların həvai nəfsinə xidmət elədi. Səmavi dini, haqq dini öz məqsədlərinə və maraqlarına uyğun olaraq alətə çevirdilər. Təəccüblü deyil məsələ. Qur'an-ı Kərimdə Allah Teala buyurur Həzrət Rasulullah üçün Ali İmran surəsi 144-cü ayədə Peyğəmbər barəsində buyurur: "Və mə Muhammedun illə rasulun qad xalat min qablihi'r rusul." Həzrət Muhammed sallallahu aleyhi və səlləm Peyğəmbərlərdən bir peyğəmbərdir. Ondan öncə də peyğəmbərlər gəlib gedib. Əfə in mətə əv qutilə, ölsə və ya öldürülsə, inqalabtum alə əqabikum, geriyə mi qayıdacaqsınız, cahiliyyətə mi dönəcəksiniz, bu dindən mi çıxacaqsınız? Və mən yanqalibu alə əqbey fələn yadurullaha şey'a. Hər kəs geriyə qayıdarsa, cahiliyyətə qayıdarsa, Allaha heç bir zərər verə bilməz. Və səyədzilləhu şakirin. Allah şükür edənləri mükafatlandıracaq. Bu ayə bir ehtimaldan danışır. Amma bu elə bir ehtimaldır ki, əgər bunun baş vermə təhlükəsi olmasaydı, Allah bu ayəni nazil etməzdi və müsəlman ümmətini qınamazdı. Bu ayə kafirlərə xitab olunmur burada. Burada münafiqlərə də xitab olunmur. Müsəlman toplumuna xitab olunan bir ayədir ki, Həzrət Rasulullah dünyasını dəyişdi və ya öldürülsə geriyə mi qayıdacaqsınız, cahiliyyətə mi dönəcəksiniz? Cahiliyyət müəyyən bir zaman mərhələsi deyil, cahiliyyət düşüncə tərzidir, təfəkkür tərzidir. Qur'an-ı Kərimdə də çox maraqlıdır ki, cahiliyyət barəsində danışanda "Lə təbərrəcu təbərrəcəl cahiliyyətul ula." İlkin cahiliyyətdəki kimdir? Açıq-saçıq gəzməyin qadınları barəsində xitab olunanda. İlkin cahiliyyətdən danışır. Yəni müasir dövrdə də bir cahiliyyət düşüncəsi var. Biz elə bilir ki, texnoloji inkişaf gəlib bu qədər yüksək zirvəyə çatıb, insan tam xoşbəxtliyi əldə edib, yox bu cür deyil. İnsan tam əqil baxımından kamilləşib, yenə bu cürdə deyil. Əksinə biz elə fəsadlar görürük ki, əvvəlki əsrlərə baxsaq, tarixə müraciət edəndə görürük ki, fəsadlar heç o dönəmlərdə olmayıb ki. Allah qınayır ümməti ki, siz geri mi dönəcəksiniz əgər Peyğəmbərə bir şey baş versə, ölsə və ya öldürülsə? Ardınca buyurur ki, وَمَنْ يَنْقَلِبُ عَلَى عَقِبَيْهِ. Hər kəs geriyə dönəcəksə, cahiliyyətə qayıdacaqsa, فَلَنْ يَضُرَّ اللّٰهَ شَيْئًا. Allah heç bir zərər edə bilməyəcəkdir. Allah şükür edənləri mükafatlandıracaq. Kimdir bu şükür edənlər? Nə qədərdir bunların sayı? Yenə Qur'ana baxın. Qur'an-ı Kərimdə Allah-u Teala bir ayədə buyurur: وَقَلِيلٌ مِنْ عِبَادِيَ الشَّكُورِ. Səbə surəsi 13-cü ayə. Bəndələrimin çox az bir hissəsi şükür edəndir. Demək, geriyə dönməyəcəklər, o şükürlü bəndələr çox az saydadılar. Bir səhih hədis var, bu hədis səhih Müslimdə də var, Biharlənvarda və digər mənbələrimizdə də qeyd olunub. Həzrət Rasulullah sallallahu aleyhi və səlləm buyurur: "Əl-İslamu bədəə qaribən və səyaudu qariba. Fatuba lil-quraba." İslam qərib başlayıbdır. Həqiqətən də bu hədis insana bəzən bu hadisələr, cərəyanları ki insan görür, insana müəyyən bir toxtaqlıq verir. İslam qərib başlayıb, yəni barmaq sayı qədər insanla başlayıb İslam. Və səyaudu qariba. Və İslam yenə qəriblərlə bitəcəkdir. Barmaq sayı insanlar qalacaq bu dində. Fatuba lil-quraba. Həmin o qəriblərə xoş halına. Xoş halına ki, o az saydadılar həmin insanlar. Ki Allah Rəsulundan sonra çox az sayda insan bu dində sabit qədəm qala bildi. Müsəlmanlar İslamı seçdilər, bəyəndilər, amma o İslamı ki, artıq o İslam nədir? Havai nəfsə xidmət edəcək bir İslama çevrildi. Zirar məscidinin hadisəsini yəqin ki, eşitmişsiniz. Qur'an-ı Kərimdə Tövbə surəsi 107-ci ayədə Allah Teala Zirar məscidi barəsində bəhs danışır. Allah buyurur ki: وَالَّذِينَ اتَّخَذُوا مَسْجِدًا ضِرَارًا. O kəslər ki, zirar məscid, zirar yəni zərərli bir məscid seçdilər. Təqva üzərində təhsis olunmayan, tikilməyən, inşa olunmayan bir məscid özləri üçün tikdilər.
və kufrən, məqsədləri də küfürdür və təfriqən beynəl müminin, möminləri bir-birinə vurmaq idi onların məqsədi və irsadən limən haraballah və rəsulə min qabil. Öncədən Allah və Rəsuluna qarşı çıxan, müharibə edənlərə də xəbər göndərmək üçün tikmişlər o məscidi. Və ləyəhlifənnə in əradnə illəl husnə. Onlar and içirlər ki, biz yaxşılıqdan başqa bir şey istəmirik. Bizim məqsədimiz xeyir iş görmək, salih əməl etməkdir. Necə ki, Quran-ı Kərimdə münafiqlər barəsində Allah Teala buyurur: "Və izə qilə ləhum la tufsidu fil ard." Onlara deyildikdə yer üzərində fəsad törətməyin. Qalu innəmə nəhnul muslihun. Nə deyirlər? Deyirlər biz islahatçıyıq, biz yaxşı işlər görürük. Bizim pis işlə aramız yoxdur. Allah həmin məscidi tikənlər barəsində deyir ki, onlar and içirlər ki, biz yaxşılıqdan başqa bir şey istəmirik. Vallahu yəşhədu innəhum ləkazibun. Allah şahidlidir ki, onlar yalancıdırlar. Bunlar bu məscidi tikdilər, Peyğəmbərin məscidinə gəlmədilər. Peyğəmbərin cəmaat namazında iştirak etmədilər. Namaz qıldılar, Allaha ibadət etdilər. Amma Peyğəmbərsiz bir İslam istədilər bunlar. Bəziləri də vəlisiz bir İslam istədi, imamsız bir İslam istədi. O İslam ki Allah Teala buyurmuşdu: "El-yevme ekmeltu lekum dinakum ve etmemtu aleykum ni'meti ve raditu lekumul İslam'e dine." Bugün sizin dininizi kamilleştirdim, nimetimi size tamamladım ve İslam'ı sizin için seçip beğendim. Beğenilmiş İslam o İslam idi ki orada vilayet var idi. Bunlar vilayetsiz İslam istediler. Vilayetsiz İslam havai nefse hizmet eden bir İslam'dır. Havai nefse hizmet edecek bir İslam. Bir Allah'ın bize təqdim ettiği din var. Bir de bazı insanların Allah'a sanki öğretme istediği bir din var. Öz düşüncelerin, təfəkkürlərinin məhsulundan öz havai nəfslərinə xidmət edəcək şəkildə dini təhrif edib, yönləndirib ortaya bir din çıxarıb qoyublar. Biz bunu görürük. İslam tarixinə baxsaq təəssüflər olsun ki, bu var. Əgər ilk təhrif imamət, xilafət məsələsində isə sonra təhrif sirayət elədi müsəlmanların əqidə məsələlərinə, sonra sirayət elədi müsəlmanların fiqh məsələlərinə və bugün bir-birindən fərqli məzhəblər, təriqətlər, cəmaatlar bu qədər şaxələndə çıxdı ortaya. Bunun səbəbi nədir? Çünki biz başda itirdik. Nəyi itirdik? Biz İslamı tam olduğu kimi qəbul etmədik. Biz havai nəfsimizə uyğun olan bir İslamı yaşamaq istədik. Əmir əl-Möminin əleyhissalam xəlifə olduğu dönəmdə qısa müddətdə istədi ki, İslamı öz yoluna qaytarsın, o müstəqim yola qaytarsın. Necə ki, Peyğəmbər təhvil verib getmişdi. Nəhcül Bələğədə Şiq-Şiqiyyə xütbəsi var. Nəhcül Bələğə 3-cü xütbədir. Qısa bir xütbədir, amma o qədər dərin məzmun var ki, o qədər dərin məna var ki, Peyğəmbərdən sonra ta əleyhissalamın dövrünə kimi baş verəcək hadisələrin zübdəsini, yəni o qaymağını, əsas mahiyyətini o 5-10 cümlədə əleyhissalam ifadə eləyibdir. Gəlir bir dönəm ki, kim deyir, məndən öncəki dövr nə cürüdür? Yaxdəmuna malallah xidmətəl ibil nibdətər rəbiyə. Bəni Üməyə ki, artıq valilər idi İslam xilafətində, deyir, Allah malını, dəvə, bahar otunu yediyi kimi yeyirdilər. 3-cü xəlifə qətlə yetiriləndən sonra müsəlmanlar qətlə yetirildi. Qətlə yetiriləndən sonra hamı əleyhissalamın üstünə tərəf gəldi. Bəzi o əleyhissalam ki, Şiq-Şiqiyyə xütbəsində bunu izah edir. Bir ifadədə bu cür tərcümə olunur ki, arı yuvasından çıxıb ki, belə hücum çəkərək, körtəbii şəkildə hər tərəfdən üstümə axışdılar. Bir yerdə də bir heyvanın tükünə bənzədir ki, sıx tük ki, o cür mənim ətrafımı bürüdülər, az qaldı Həsən və Hüseyin ayaq altda qalsın, hətta yaxam cırıldı ki, ya Əli gəl. Anladılar, amma çox gec anladılar. Bu müddət ərzində çox şeylər itirdik biz. Ümmət olaraq çox şeylər itirmişdik. Amma yenə də gələnlər emosiyaya qapılıb gəlmişdilər. Ona görə əleyhissalam bəzi hədislərdə də var, Nəhcül Bələğədə də qeyd olunur ki, mən sizə əmir olmağımdansa sizə vəzir olmağım daha yaxşıdır. Əleyhissalam istər ki, getsinlər, emosiyalar yatsın, ağılla, məntiqlə gəlsinlər.
bu dinə hisslə gəlmək olmaz, emosiyalarla gəlmək olmaz. Emosiya ilə, hisslə gələn bir insan hissinə, emosiyasına təsir edən başqa bir hadisə ilə qarşılaşacaq, bunu tərk edib keçəcək o tərəfə. Ki, ağıl və məntiqlə qoy gəlsinlər, həqiqəti dərk edərək gəlsinlər. Hətta dedi ki, mən əgər bu işi götürsəm, Beytulmalla kim bir qadına mehriyə verib evlənib, o qadını boşatdıraram, onu mehriyanı alıb qoyaram Beytulmal içərisinə. Bu qədər mən ədalətə riayət edəcəm, biləsiniz. Gəldi Peyğəmbər məscidində namaz qıldı. Bilirsiniz nə dedilər sahabələr o əleyhissalamın namazından sonra? Dedilər ki, Rəsulullahdan sonra hələ belə namaz qılmamışdıq. Gör, nə qədər bu dini biz təhrif etmişdik, dəyişdirmişdik. Əleyhissalam buyurur ki, elə ki deyir, mən işi öhdəmə götürdüm, nə kəsər taifətun, bir tayfa beyəti pozdu. Və maraqat uxra, bir tayfa dindən çıxdı. Və qasətə axarun, bir dəstə də həddə açdı, zülm etdi, təcavüz elədi. Peyğəmbər və Ali Peyğəmbərə salavat deyib, biraz irəli gələk inşallah. Və əccil fərəcə. İmam Hüseyin əleyhissalamın pak, mütəhhər ruhuna salavat zikr edək. Bir dəstə beyəti pozdu. Bir dəstə dindən çıxdı. Bir dəstə də həddini aşdı, təcavüzkar bir dəstə oldu. Sonra bu ayəni oxudu Həzrət. Dedi, sanki onlar Allah-u Teala'nın belə buyurduğunu eşitməyiblər. Tilkə dərul əxirə nec'əlhə lillezine la yuridun uluvan fil ardı və la fəsadə vəl aqibətu lil muttaqin. Tilkə dərul əxirə, o axirət yurdunu biz o kəslər üçün verəcəyik, Allah buyurur. Biz axirət yurdunu o kəslər üçün verəcəyik ki, onlar yer üzərində təkəbbürlük və fəsad istəməzlər. Yer üzərində onlar hakimiyyət dalısıca gedənlər deyil. Yer üzərində fəsad törətmək, bütün o maraqlarına görə mənəvi dəyərləri tapdıq altına atanlar, onlar üçün deyil bu. Vəl-əqibətu lil-muttaqin. Aqibət təqvalara aiddir. Bu ayəni oxudu, özü də cavab verdi. Dedi, yox, and olsun Allah, eşidiblər, dərk də eləyiblər. Amma dünya zinətləri gözlərində çox bəzəkli görsənib. Dünyanın o müvəqqəti ləzzətləri onları şirikləndirib yoldan çıxardıb qızdırdı. Bax, beləcə təhriflər baş verdi. İki İslam ortaya çıxdı. Bir, havay nəfs, kimlərinsə havay nəfsinin diktəsində olan İslam, bir də həqiqi Allah Peyğəmbərinin nazil etdiyi, Allahın Peyğəmbərinə nazil etdiyi İslam. Bu iki İslamı biz İslam tarixinə diqqətlə baxsaq, ibrətlə baxsaq, bunların arasındakı incə fərqi görəcəyik. Əli əleyhissalamın elə həyatına baxın. Üç dəstə ilə ki mübarizə apardı. Cəməl, Siffin və Nəhrivan əhli. Təlhə və Zübeyir beyət etdilər Əli əleyhissalama. Hədəf və məqsədləri var ki, Əli əleyhissalam bunlara bir vəzifə verəcək. Hansısa şəhərlərdə bunlar məmur olub Allahın malını doyasıca yiyəcəklər. Hakimiyyət hərisləri idi. Əli əleyhissalam ən təqvalı insanları qoydu valilər. Hətta gəlib Əli əleyhissalama dedilər ki, Muaviyə Şamda çox möhkəmlənib. Ona toxunma. Qoy qalsın hələlik, biraz möhkəmlənərsən, sonra onu çıxardarsan. Həzrət buyurdu ki, ikicə gündə razı olmaram ki, orada müsəlmanların başçılığı etsin valilər. Niyə? Çünki Əli əleyhissalam insanların ümid yeri idi. İnsanlar bu müddət ərzində İslamdakı təhrifləri gördülər, Əlinin ağuşunda tapdılar sığınacağı ki, biz gəlmişik, Əli əleyhissalam bizə həqiqi İslamı yaşadacaq və Əli əleyhissalam da onlara həqiqi İslamı yaşatdı. Amma bu zaman o gizli, içəridə o nifaq əhli olanlar artıq öz kin, küdurətlərini əməl şəkildə üzə çıxartdılar. Təlhə və Zübeyir bəzi mənbələrdə rast gəldim ki, Muaviyyənin onlara yazdığı məktub əsasında qalxdılar əleyhissalam. Adamlar Məkkəyə getdilər, Peyğəmbər zövcəsində özlərinə alət elədilər ki, öz hərəkətlərinə bir bəraət qazandırsınlar.
girdilər Bəsrə şəhərinə. Bəsrə şəhərini qarət elədilər. Şəhərin valisini işgəncə verdilər. Bax, bu Əməvi İslamıdır. Şəhərə hücum edər, dinc əhalini qırar, baş kəsər. Bu Həzrət Rasulullahın gətirdiyi Muhammed İslam deyil. Həzrət Peyğəmbər bir yerə döyüş göndərən, döyüşə, ordu göndərən də birisi neydi? Keçirdi əskərlərin qarşısına, ordunun başçısının yanına çağırdı. Onlara nəsihət edir. Yol gedərkən əkin yerlərini toplamayacaqsınız, ağaçları kəsməyəcəksiniz, su quyularına zəhər atmayacaq, qədimdə bunları edərdilər. Qocalara toxunmayacaqsınız, qadınlara toxunmayacaqsınız, uşaqlara toxunmayacaqsınız. Silahını atıb təslim olanı öldürməyəcəksiniz. Cenevre Konvensiyasının qəbul etdiyi qərarlar da bunlardır ki, 2-ci Dünya Müharibəsindən sonra bu qərarı qəbul etdilər. Peyğəmbər 1400 il bundan öncə bunu deyir. Həzrət Rasulullahın gətirdiyi İslam budur. Amma onlar ki, şəhərlərə hücum edib, qadın demədən, uşaq demədən hamısını qətlə yetirirlər, qarət edirlər. Bu Əməvi İslamıdır, Həzrət Muhammedin İslamı deyil. Əli əleyhissalam gəldi, Cəməl döyüşü baş verdi. Haqq tərəf qalib gəldi. Həzrət əleyhissalam Bəsrə şəhərinə gəlir. Girir ki, şəhərdə vəziyyəti düzəldib, keçəcək başqa yerə. Şəhərin darvazasına çatanda birisini elədi. Qədimdə insanlar döyüşə, məsələn, at belində döyüşərdilər. Amma bir yerə gedəndə qatırla gedərdilər ki, qatır rahatdır. Qatırın üstündə idi, gəldi, darvazanın qabağında dayananda insanlar da çıxıb Əmir əl-Mömininin pişvazına dedi, ey cəmaat, sizin şəhərinizə bu geyimlə və bu miniklə daxil oluram. Əgər bu şəhərdən çıxanda əynimdə bu geyim olmasa, altımda bu minik olmasa, bilin ki, Beytulmala xəyanət etdim. Gör, nə qədər ədalətli bir insandır. Həzrət Rasulullahın İslamı bu İslamdır, baxa. Bədəvi girirdi Peyğəmbərin məscidinə, Peyğəmbər oturuşunda belə insanlardan fərqlənmirdi, geyimində belə insanlardan fərqlənmirdi, baxırdı, seçə bilmirdi ki, bunun hansı Peyğəmbərdir. Qayıd dedi, mən minkum Muhammed, kimdə aranızda Muhammed? Allah! İkinci döyüş ki, Siffin döyüşü oldu. Vaxt çox dardır, amma mövzumuz çox genişdir. Mən sadəcə olaraq bu tarixi hadisələrin çoxunu bilirsiniz. İstəyirəm buradakı bu məsələləri xatırlayaq ki, fərqləndirə bilək Həzrət Rasulullahın İslamı ilə bu Əməvi təfəkkürünün məhsulu olan İslamı. Muaviyə hücum elədi. Siffin döyüş aylarla getdi. Nə qədər sahabə orada qətlə yetirildi. Haqq Əli əleyhissalamın tərəfindədir. Qələbə də Əli əleyhissalamın tərəfindədir. Amma bir hilə düşüncəsi zəif olan insanları azdırdı. Bax, bəsirət budur ha. Bəzən deyirlər, filan kəsin bəsirəti var, filan kəsin. Zikr etməklə bəsirət olmur. Elə bilməyin, elə gündə filan zikirlər edəcəm, bəsirətim olacaq. Bəsirət zamana tanımandır. Zamanın imamın tanımandır. Allah qarşısındakı hüquq və vəzifələri bilməndir. Bir fitnə çoxları azdı yolda. Təhkim hadisəsi baş verdi, Siffin müharibəsi bitdi. Əli əleyhissalamın tərəfində olan insan, o sadəlöv bəzi insanlar yeni bir xəvaric dəstəsi yaratdılar. İslama çox böyük zərbələr vurmağa başladılar. Bu döyüşdə də biz Muhammedi İslamla Əməvi İslamın incə fərqlərini görürük. Və su Şam ordusu tərəfindədir. Suyun yolunu bağlayıblar. Əli əleyhissalamın əskərləri kimlərsə gedir su gətirmək, oxluyurlar onları. Susuzluq baş verib. İstəyirlər su ilə əziyyət versinlər. Bunlar ya geri çəkilsin, ya təslim olsunlar. Yezid su kəsmək məsələsini elə bunlar Ubeydullah ibn Ziyad ilə əcdadlarından öyrəniblər. Əli əleyhissalam bir xütbə etməklə elə bir insanlarda bir şücaət ruhu yaratdı ki, döyüşə girib suyu açdılar, Fəratın yolunu açdılar. Amma Əli əleyhissalam nə dedi? Dedi, su içmək istəyənə toxunmayın. Kim onlardan gəlib su içmək istəsə, qoy içsin suyu. Gördünüz fərqi? Fitnələrdən sonra ki, artıq Əli əleyhissalam Kufiyə qayıtmalı oldu. Muaviyə bu zaman neynədi? Yeni bir, fərqli bir siyasətə keçdi. Adamlarını göndərdi, dinc şəhərlərdə insanlara hücumlar etməyə, qarətlər etməyə. Ənbar şəhər var, indiki İraq ərazisindədir. Həm müsəlmanlar yaşayır, həm xristiyanlar yaşayır o şəhərdə.
Hücum elədilər qəflətən şəhərə, insanlar qarət elətdilər, evləri yandırdılar. Xəbər Əli əleyhissalama çatanda Nəhcül Bəlağada bu xütbə də qeyd olunubdur ki, Əli əleyhissalam burada buyurur ki, وَلَقَدْ بَلَغَنِ أَنَّ الرَّجُلَ مِنْهُمْ يَدْخُلَ عَلَى الْمَرْأَةِ الْمُسْلِمَةِ وَالْأُخْرَى الْمُعَاهَدَةِ. Mənə deyir, xəbər gəlib çatıb ki, bunların o döyüşçüləri həm müsəlman qadın, həm xristiyan qadına hücum eləyib, qulaqlarından sırqalarını, boyunlarından boyunbağlarını dartıb alırlar. Deyir, and olsun ki, bir qeyrətli kişi bu xəbəri eşidib, ölərsə qınanmaz. Çox ağır bir məsələdir ki, gəlsinlər müsəlman qadın və ya müsəlman arasında yaşayan qeyri-müsəlmandır. Amma müsəlmanların himayəsində yaşayan deyir, bir qadına hücum eləyirlər, qarət eləyirlər. Bu xəbər deyir, özü ağır xəbərdir. Gördünüz Əməvi İslamını, qadınlara hücum etmək, uşaqlara hücum etmək. Busr bin Ərtəə və ya Busr bin Əbi Ərtəə deyilən biri var idi. Muaviyyənin ordu döyüş sərkərdələrindən. Çox acımasız birisidir. Çox acımasız birisiydi. Onu göndərdi, Mədinəyə hücum elədi. Mədinədə Əli tərəfdarı olan dedi, hər kəsi qətlə yetir, evlərini yandır, mallarını qarət elə. Oradan Məkkəyə getdi, bu cür etdi. Oradan Yəmənə getdi, bu cür etdi. Yəməndə Həmdan qəbiləsi ki, Əli əleyhissalamı sevən, Əli əleyhissalamın şiyələri idi. Həmdan qəbiləsinin qadınlarının hamısını əsir eləyib, cariyə kimi gətirib satdırdı. Tanış mənzərədir ha. Bu mənzərəni biz yaxın şərqdə bir neçə il bundan qabaq gördük. Müsəlmanların, qeyri-müsəlmanların qız gəlinlərini gətirdilər, qul bazarında cariyə kimi başladılar satmağa. Əməvi İslamı bu İslamdır. Muhammədi İslam isə Əli əleyhissalamın bizə göstərmək istədiyi İslam idi. Eyni hadisə yenə İmam Həsən əleyhissalamın dönəmindədir ki, İmam Həsən əleyhissalam da istədi ki, İslamı öz doğru yoluna qaytarsın. Amma Əməvi İslamı, onların tərəfdarları, onların o ideologları və onlara inanan sadəlöv insanlar, bu yalanlara, zahirə aldanan, hiləyə aldanan insanlar, adətən belə olur, sadəlöv insanlar hadisə baş verəndə haqla batili seçənmir. İllər lazımdır ki, uzaqlaşan nəticələrə baxıb bəlkə haqqı tapa bildi onda. Muaviyyənin dönəmində də bu cür idi. Əli əleyhissalam buyurur ki, Muaviyyə məndən zəkalı deyil, ağıllı deyil, belə deyil ha. O hiləyə əl atır. Hər şey onun üçün mübahdır. Hər şey mənim üçün mübah deyil. Mən hər şeyə əl atmıram axı. Mən haqsız yerə qadınları öldürmürəm, uşaqları öldürmürəm, insanları qarət eləmirəm. Onun üçün heç bir tabu yoxdur. Adam üçün heç bir dəyər yoxdur. Ona görə də bu qalibiyyətləri, müvəqqəti qalibiyyətləri əldə edib. Əl-qalib və şər məğlub. Həqiqət budur ki, şərlə qalib gələn məğlubdur. Qalib deyil yenə. Dünyada həmişə bu şər qüvvələrin biz üstünlüyünü görürük. Amma əsl həqiqətdə məğlubdular. Vəd olunmuş o gün gələndə bu həqiqət öz əksini tapacaqdır və buna şahid olacaq inşallah. İnsanlara bax dedi ki, ey Yuhanna, dəvaukum indi, sizin dərmanınız məndədir, amma heyhat uslihakum bi xarabi nəfsi, amma mən özümü xarab etməklə siz dünyanızı islah eləyənlərəm. Mən də bilirəm ki, siz Muaviyyə kimi durub sizə rüşvət versəm, pul versəm, müəyyən qəbilə başlarını ələ alsam ki, get o şəhəri dağıt, hamısı sənin də oradakı qənimətlər, get o kənd yerini bas, o filanı tut, o ərazini tut. Bunu mən də eləsəm, bilirəm bunu istəyirsiniz, amma mən də dünyanızı sizin islah eləyim, axirətimi mən fəsad eləyim, yox, bu mümkün olan bir şey deyil. Bax, ümmət ki, gəldi İmam Hüseyni qətlə yetirdi, bu Əməvi təfəkkürdə olan ümmət idi, bu həqiqi İslam ümməti deyildi. Həqiqi İslam ümmətindən çox az sayda qalmışdılar ki, onlar da İmam Hüseyn əleyhissalamın yanındaydılar. Həzrət İmam Hüseyn əleyhissalam ki, Kərbalaya gedirdi, Kərbalada gedəndə müxtəlif məntəqələrdə dayanır. Qədimdə bir şəhərdən o şəhərə ki, yol gedərdi, müəyyən məsafələrdə bizim dinlədisə kərvansaraylar tikilərdi. Gəldi Bəni Müqatilin qəsrində qaldı, sonra birdən İmam Hüseyn dedi ki, su ehtiyatı tutun və yola çıxdılar. Yolda İmam Hüseyn əleyhissalam mürgülədi. Bir anlıq mürgülədi deyir və qəfildən qayıtdı ki,
İnna lillah və inna ileyhi raciun. Elhamdülillahi rabbil alamin. Ali Ekber İmam Hüseyin Aleyhisselam'ın evlatlarından biri. İmam Hüseyin Aleyhisselam 3 oğlunun adını Ali koymuştu. Aliyunul Ekber, Aliyunul Avsat ve Aliyunul Asgar. Ali Ekber qayıtdı, dedi ki, ata ne həmd ettin ve neye göre istirca ettin? İstirca inna lillah ve inna ileyhi raciun ayesini okumaqdır. Bu ayəni adeten Müslümanlar ya bir ölüm xəbəri olanda ya da bir təhlükəli bir bəla ilə üzləşdikdə deyərlər. Hamımız Allah'la doğru qaydacağıq. Ali Ekber dedi ki, atacan ne həmd ettin? Neden istirca ettin? İmam dedi ki, ey oğlum, bir anlıq mürgü məni tutdu və belə bir səda eşitdim ki, bu qafilə gedir, ölüm də onlara tərəf gəlir. Ali Ekber dedi, atacan, Allah sənə pislik göstərməsin. Ələsnə aləl haqq. Məgər biz haqq deyilikmi? Bu sual şək sualı deyil ha. Yəni demək ki, onsuz da biz haqqıq. Ölüm bizə tərəf gəlsə də, biz ölümə tərəf geçsək də. İmam buyurdu ki, bəla vəlləzi ileyhi mərcəl ibad. İnsanların qayıdışı olan Allah'a and olsun ki, elə şübhəsiz bu cürdür, biz haqqıq. O zaman bu sözünü dedi, atacan. O zaman lə nübəli ennəmutə muhaqqin. O zaman haqlı olaraq, həqiqəti tanıyaraq, həqiqəti yaşayaraq ölməyimiz bizim üçün heç deyil. Bunun dərdini çəkməyə dəyməz. Belə bir övlad idi Ali Ekber. Haqq tərəfin, haqq dinin bir təmsilçisidir. İmam Cəfər Sadiq Aleyhisselam'dan soruşdular ki, övladın ən şirin vaxtı nə vaxtı? Buyurdu, o vaxtıdır ki, elə bir yaş həddinə çatır, valideyn arxadan ona baxır ki, o da yol gedir, içində bir qürur hissi duyur, bir fərəh duyur ki, övladının boyuna, ruhuna baxır ki, gəldi maşallah, bu da bir kişi yaşına çatdı, böyüdü bu övladında. İnsanın ən deyir övladın şirin vaxtıdır. Ali Ekber bu vaxtındaydı. Döyüşə ki çıxacaqdı, İmam Hüseyin Aleyhisselam birisində dedi, o döyüşə gedəndə, dedi, Allahum işhəd haulay. Allahum işhəd alə haulay. Allahım bunlara şahid ol. Bunlara artıq elə bir adam döyüşə çıxır ki, insanlar içərisində xəlq, xulq və məntiq baxımından Peyğəmbərə ən çox bənzəyəndir. Həm zahirdə Peyğəmbərə bənzəyir, həm əxlaqi cəhətində Peyğəmbərə bənzəyir, həm də danışığında Peyğəmbərə bənzəyir. Sonra dedi, ilahi, biz Peyğəmbər üçün darıxanda buna baxırıq, buna nəzər eləyərik, Ali Ekberə baxarıq. Gedir döyüşə Ali Ekber. Çox şücaətli bir döyüş göstərir. Qayıdır İmam Hüseynin yanına ki, atacan bir içim su varmı? Susuzluq məni haldan salıb, dəmiri də ağırlıq eləyir, zireh də ağırlıq eləyir. İmam buyur ki, oğul, get döyüş. Sənə verəcək bir suyumuz yoxdur. Çox az qalıb, cəddin Rasulullah sənə elə bir su verəcək ki, heç vaxt susamayacaqsan. Ali Ekber yenidən döyüşə qatıldı. O məlun ki, Munqiz bin Murrəl Abdi qəflətən Ali Ekberin başına bir qılınc endirdi. Sonra bir ox deyir məqdəllərdə bu cür yazılır ki, gəldi boğazından bir ox dəydi, Ali Ekber deyir yıxıldı atın boynuna. Atın boynunu qucaqladı. Axan qan deyir atın gözlərinə töküldü. At öyrənmiş bir at idi, Ali Ekberi qaytarmalıydı xeyməyə. Vəfalı bir heyvandı at. Amma gözü görmədiyi üçün deyir, at deyir o səhrat o tərəf bu tərəfə hərəkət eləməyə başladı. Düşmənlər hücum elədilər Ali Ekber. Atdan endirib deyir, tikə-tikə, irbən irbə, tikə-tikə doğradılar Ali Ekberi. Ki İmam Hüseyin Aleyhisselam gəldi son anında çatdı ki, bəlkə bir kəlməsini eşidəcək bu gözəl övladının. Amma ruh getmişdi, Ali Ekber ruhunu tapşırmışdı, bir kəlmə də duya bilmədi. Aldı o övladının başını qucağına, üzünün qanını silib, üzünü boynu üstüne. Dedi, oğul özün getdin, dərd qəmdən qurtardın, amma atanı dərd qəmə saldın. Oğul bu dünyanın başına taykül olsun səndən sonra. Ələ lənətullah.